ben inanıram. Ben tam inanıram ki her şey adalet namına değişecek bizim bölgede. Mütlak, mütlak. Siz gelecekte hele gidip öz güzel Göyçe torpağını da göreceksiniz. Öz doğma dağlarınıza, bulaklarınızı, çaylarını da göreceksiniz. Salam, değerli Monitoring TV'nin izleyicilerim, çok değerli tələbələr, çox değerli Fərrux müəllim. Hər birinizi bu müqəddəs məkanda və bu müqəddəs amal uğrunda mübarizədə salamlayıram. Biz yenə platformamızdayıq, biz yenə öz yolumuzdayıq və öz yolumuz Qərbi Azərbaycana qayıdışdır. Mən bugün sizə qonağımı təqdim edim. Pedagogika elmləri doktoru Profesör Fərrux Rüstəmov. Hər birinizin tanıdığı, televiziya ekranlarından, sosial şəbəkələrdən gördüyü Fərrux Rüstəmov bugün bizimlədir və Fərrux müəllimə sualımız olacaq. Fərrux müəllim o sualı sizinlə bölüşəcək. Hələlik isə sizə demək istəyirəm ki, Qərbi Azərbaycan bizim dədə-babaların doğulduğu məkandır, yerdir. 200 ildir erməni əsarətindədir, 200 ildir. Və bu 200 il müddətində onların başına olmazın oyunlar gətiriblər ermənilər. Onlar da ya məcburiyyət üzündən, məcbur tüfənginə, silahla çıxarıblar, ya da özləri bu şərdən, böhtandan qorunaraq tərk ediblər, gələcəklərini qurmaq istəyiblər. Məsələn, Qərbi Azərbaycanın, belə deyək, indiki Ermənistanın mərkəzi şəhəri, əlbəttə bizim şəhərimiz, 100 il bundan öncə verilibdir ermənilərə, paytaxt ediblər özlərinə, İrəvan şəhərində ali təhsil almaq üçün vaxtı ilə Fərrux müəllim indi sizə izah verəcək, məktəblər olubdur. Lap əvvəllər olmayıb və sonralar da olmayıb. Deportasiya olunubdur. Məktəb deportasiya olunubdur. Və Azərbaycana köçürülüb. Başqa insanlar da ali təhsil alıb, özünün gələcəyini qurmaq üçün məqam axtarıblar, oxuyublar yaxşı, gəliblər Bakıya, iş görüblər, ali təhsil alıblar və qalıblar. Bu üzdən də gələnlər çoxdur. Eyni zamanda da məcburi silahla çıxarılanlar da çoxdur. Biz bugün Qərbi Azərbaycan 22 mahalı və İrəvan şəhəri olmaqla böyük əraziləri əhatə eləyir. Bir gün mən sizə mühazirət deyəcəm, auditoriyaların birində biraz da tərkibiniz daha çox olacaq və Qərbi Azərbaycan toponimləri mövzusunda. Amma bugünlük biz Fərrux müəllimi dəvət etmişik ki, Qərbi Azərbaycanda təhsil necə idi, necə qurulmuşdu, hansı səviyyələrdə idi və təhsilli adamlar var idimi, buna bir mühit var idimi, yoxsa o mühit yeni yaradıldı, yoxsa var idi, ziyalı adamlar var idi. Fərrux müəllim, məncə əvvəl xoş gəlmişsiniz. Çox sağ olun, xanım, təşəkkür edirəm. Ondan sonra da Cənab Prezidentin təbii ki, verdiyi sərəncamla Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olunur. Demək, 200 il bundan öncə o cür şöhrətli bir insan olubdur. Fərrux xanım, necə baxırsınız, Qərbi Azərbaycanda təhsil mühiti hansı formada idi? Yəni, tamamilə zəif idi, yoxsa heç yox idi, yoxsa çox güclü idi, var idi? Çox sağ olun, Mahirə xanım, təşəkkür edirəm. Bu Qərbi Azərbaycanla bağlı məsələlərin öyrənilməsi çox vacibdir. Çünki Qərbi Azərbaycan, Azərbaycanın dövlətçilik tarixinin, mədəniyyət tarixinin, elm, təhsil, incəsənət tarixinin ayrılmaz bir hissəsidir. Biz bütöv Azərbaycan tarixini bilmək üçün hökmən Qərbi Azərbaycan tarixində bilməliyik. Ümumiyyətlə, bizim böyüyən nəsil, gənc nəsil, gələcək müəllimlər bilməlidir ki, Azərbaycanın indiki hüquqi, siyasi sərhədindən kənarda bizim hansı ərazilərimiz var. Bunlar yalnız Qərbi Azərbaycan deyil. Ərazilərimiz çox böyük olub. Siz ədəbiyyatdan bunu bilirsiniz, keçmişsiniz. Zaman-zaman onlar parçalanıb və indiki hala biz gəlib çatmışıq. Cənab Prezident, sizin də iştirak elədiyiniz o möhtəşəm tədbirdə Qərbi Azərbaycan icmasının inzibati binasında dedi ki, biz
Qarabağa nə cür qayıtdıqsa, Qərbi Azərbaycana da o cür qayıdacaq. Bizi Qərbi Azərbaycana qaytaran bizim tarixi yaddaşımız olacaq. Və tarixi yaddaşı formalaşdıran, tarixi təfəkkürü formalaşdıran, tarixi şüuru formalaşdıran isə yalnız və yalnız təhsildir. Bunlar hamısı təhsildən keçir. Ona görə də mən sizə minnətdaram ki, məhz təhsil məsələsini, Qərbi Azərbaycandakı təhsil məsələsini bugün biz önə çıxartmışıq ki, biz tələbələrimizə, gələcək müəllimlərimizə o təhsillə bağlı, o mədəniyyətlə bağlı, o təhsil tərbiyə ənlərlə bağlı nələri deməliyik, bunlar nələri bilməlidir ki, və bunlar həqiqətən özləri də sonra yeni bir nəsil formalaşdıracaqlar ki, onlarda tarixi təfəkkür formalaşa bilsin. Ümumiyyətlə, bizim babalarımız harada olublarsa dövlət yaradıblar, imperatorlar qurublar. Yadınızda saxlayın ki, dünyada yalnız türklər və ingilislərdir ki, onlar heç vaxt başqa dövlətin əsarətində olmuyorlar. Heç vaxt. Tarix səhnəsinə gələndən bugünə qədər türklər heç bir dövlətin əsarətində yaşamıyorlar. Özləri dövlət qurublar. Biri o birisindən vuruşub, dalaşıb, dağıdıb ölkəsini, amma özləri həmişə Türk imperatorluqları olub. Və biz onların nəvələri, biz onların fəxr edirik. Qərbi Azərbaycan, indiki o ərazi ki var, indi yəqin siz xəritədə də görürsünüz, burada da xəritə asılıb ki, bu bir tərəf nə qədər hissəmiz indi Qərbi Azərbaycanda qalıb. Bizim dədə-babalarımızın yaşadığı ərazilərdir. Təbii ki, o dövrdə Azərbaycan ərazisində hansı mədəni maarif müəssisələri var idisə, Qərbi Azərbaycanda həmən mədəni maarif müəssisələri fəaliyyət göstərirdi. Ərəblərin bu ərazini, bu regionu, bu coğrafiyanı işğalından sonra təbii ki, müsəlman məktəbləri yarandı, məscidlər yarandı və məscidlərin nəzdində mollaxalanlar yarandı, məktəblər yarandı. Və müəyyən dövr keçəndən sonra gördülər ki, bu məktəblər, bu ibadətə gələnlərin səs-küyü ilə biraz nizamsızlıq yaranır. Ona görə də məktəbi məscidin nəzdinə keçdilər, arxa plana keçdilər, amma yenə də məscidin nəzdində fəaliyyət göstərirdi. Hələ Çar Rusiyası buranı işğal eləyənə qədər, yəni İrəvanı işğal eləyənə qədər, burada çox zəngin İslam təhsil tərbiyə ənənəsi var idi. Deməli, İvan Şopen yəqin ki, eşitmişsiniz, 1830-cu ildən başlayaraq İrəvanın kameral təsvirini yazır. Böyük 2000-dən çox səhifəsi olan bir kitabdır. Orada yazır ki, məni maraqlandıran İrəvanın təhsili idi və mən maraqlandım ki, burada 12 məscid var. Bu məscidin 4-ü artıq dağılıb, 8-i durur. Həmin 8 məsciddən də ikisi düz qalanın içində idi, İrəvan qalasının içərisində idi. Və bu məscidlərin də nəzdinədir, məktəblər və mədrəsələr fəaliyyət göstərirdi. O, misal göstərir ki, Hüseynəli xan məscidinin nəzdində 200 şagird oxuyurdu. O vaxtda qalada cəmi 20 min əhali yaşayırdı. 20 min. Say nisbətən 200 nəfər artıq mədrəsədə təhsil alır, ibtidai məktəbdə yox. O dövrdə mədrəsə yüksək təhsil hesab olunurdu. Yəni, indiki orta məktəb səviyyəsində idi. Düzdür, nə İrəvanda, nə Bakıda bizdə yüksək, ali təhsil verən mədrəsələr olmuyor. Bizimkilər həmişə gedib Bağdadda oxuyublar, Nizamiyə mədrəsələrinə gediblər. Amma bizdə orta təhsil verən güclü mədrəsələr olub. Və mədrəsənin mən bir modelini deyim sizə, o keçilən fənləri. Əl-Ərəbiyyət orada keçilirdi. Ədəbiyyatla bağlı nə keçirsə artıqlamasından keçirir. Sintaksdir, morfologiyadır, yazıdır, yazı qaydalardır, oxunuşdur, ilahiyyətdir, Quranın avazla oxunmasıdır, Quranın mənasının oxunmasıdır və s. və ilə. Və sonra da əl-kimya keçilirdi, əl-şəriyyətlə bərabər. Əl-kimya, fiska, tarix, nücum, ondan sonra riyaziyyat, riyaziyyat da ayrıca, al-riyaziyyat ayrı, o birisi ayrı. Yəni bu elə bir mükəmməldir, bəli, mükəmməl, yəni mükəmməl təhsil verirdilər bunlara. Bax, deməli, belə bir mühit var idi, milli mühit var idi, təhsil mühiti var idi ki, şərq əxlaqının bir parçası idi. O təhsil belə idi ki, istəyirsən Türkiyədə, ya İranda, ya Hindistanda, ya Misirdəki müsəlman məktəblərində deməli, tədris planı eyni idi. Nətər ki, Sovet dövrü haqqında biləm, təsəvvürümüz varmı? Moskvada oxunan riyaziyyat kitabının Bakıdakı eyni idi. Orada da həmən gün trigonometriya keçirirdi, Bakıda da. Onda da bütün İslam coğrafiyasında eyni idi. Çünki bu bir mərkəzdən idarə olunurdu. Nələri keçmək lazımdır, necə keçmək lazımdır? 12-ci əsrdən sonra dəyişmişdi özdə. Ki, İmam Qəzzali dövründə, indi vaxt olar onun haqqında da danışarım, niyə görə dəyişdi. Biz ki, birinci bizim Kürəkçay müqaviləsi, sonra Türkmənçay müqaviləsi, Gülüstan müqaviləsi, sonra Türkmənçay müqaviləsi. Bu müqavilələrlə bizim millətin milli faciəsinin əsası qoyuldu.
qırğınlar, deportasiyalar, köçürülmələr, indiki Qarabağ hadisəsi, 30 il Qarabağ O tay bu taya ayrılmaz. Bütün faciələrimizin əsası Mahir xanım, məhz o 3 dənə müqavilədə oldu. Adına sülh müqaviləsi deyirlər. O sülh müqaviləsi deyildi. O Qacarlarla Ruslar üçün, bizim üçün milli faciə idi. Bizim sonraki dövrdə başımıza nə gəldisə, həmin faciələrin əsasında gəldi. Və Çar buraya gəlmişdi. Bunlar Çar... Yəni qardaşın çox üzr istəyirəm. Qardaşın biri o tayda qaldı, biri bu tayda qaldı. Əmi oğlunun biri o tayda qaldı. Gedib gəlməyə də ixtiyarları yox idi. Çünki sərhəd oldu araz. Bax, ona görə də bu sülh müqaviləsi deyil. Əslində qalsa bizim xalqın faciəsini təsdiqləyən bir müqavilədir. 1816-cı ildə burada deməli General Mordvinov xidmət eləyirdi. Onlar üçün o vaxtı bu İrəvandı, bu Bakı yoxdur. Hamısı onların idi. Onların idi. Deməli o bir məktubu var, Çara bir məktubu var. Yazır ki, bu əraziləri, buradakı əhalini uzun müddət silah gücünə saxlamaq mümkün deyil. Nə etmək? Çünki bura böyük Cənubi Qafqazın relyefi çox mürəkkəbdir. Ümumiyyətlə, həm Dağıstan tərəf, ya Azərbaycan tərəf, ya indiki Ermənistana qalan hissə, Qərbi Azərbaycan mürəkkəb relyefə malikdir. Nə etmək lazımdır? Bunlara təhsil vermək lazımdır. Bunları öz səviyyəmizə qaldırmalıyıq. Onları rahat idarə eləyək. Bu, Rus təhsil siyasətinin mahiyyətində 3 prinsip var idi. Ruslaşdırma, gələcəyik, Rus məktəb açacaq, ruslaşdıracaq. Arxasınca xristiyanlaşdırma, bunları çevirib eləyəcək xristiyan. Sonra da eləyəcək rusiyalaşdırma. Əgər siz bugün Rusiyada mən əskərlikdə olanda bir kalmık vardı, general. Dedim, sən türksən, mən onu başa sala bilmirəm ki, sən türksən. Dedim, mən rusam. Onlar artıq rusiyalaşıb. Bir çoxları, çox üzr istəyirəm Fərrux müəllim, bu dəqiqə Rusiya ərazisində yaşayan türk xalqlarının böyük əksəriyyəti, nümayəndələrin böyük əksəriyyəti, lap güləşçi olsun, lap deyək ki, elm adamı olsun, artıq o xristiyanlaşmanı qəbul edib və Rus siyasətini də qəbul edir. Yəni, əgər iki tərəf olsa, o Rusun tərəfində durur. Bunun da kökü Fərrux müəllim dediyi kimi bir 200 il bundan öncəyə dayanır. Toxum səpiblər də, vaxtında toxum səpiblər. O təhsil verməyin səbəbi odur, yəni o da ruslaşdırır, belə deyək. Məsələn, Rus canişinliyində kimlər çalışırdı? Hamısı Ruslar idi və Rusların təhsil verdiyi insanlar idi. Onlar Rusun sözünü deyəcəkdi və Rusun sözü erməninin sözü idi. Başqa sözlə. O dövrdə İrəvan xanlığında çalışanlar hamısı Azərbaycanlar idi. Ruslar ki, 1827-də 28-də tamam sülh müqaviləsi bağlandı. Bağlanandan sonra xeyli insan Qacarlar tərəfdən gəlmişdi. Bunlar hamısı qayıtdı, getdi. Bu Hüseyn Əli xanın özü də çox rahatlıqla Xorasana hakim göndərildi. Amma Gəncədə xan meydin üstündən keçdilər, Gəncəni aldılar. Burada isə Hüseyn Əli xan Qacar idi, oradan göndərmişdilər. Yerli İrəvanlı deyildi. Oradan göndərmişdilər onu hakim kimi. Bu da rahatça çıxdı, getdi. Bu ölkəni qoydu viranə, özü də getdi Xorasana hakim. Və Ruslar gəldi, oturdu orada. Orada 2 məscid ki vardı. Həmən məscidi elədilər, birində silah anbarı, birində də elədilər Rus qoşununun ərzaqları orada yerləşirdi. Amma bunlar fikirləşirdi ki, bu yerli bəylərin, xanların uşaqlarına təhsil verməklə tərcüməçilər hazırlasınlar və onlarla bu ölkəni idarə, bu yerləri idarə eləsinlər. Və belə də elədilər. 1829-cu ildə Zaqafqaziya məktəblərinin, Cənubi Qafqaz deyirik, Cənubi Qafqaz məktəblərinin ilk nizamnaməsi qəbul edildi. Həmin nizamnamədə 20 qəza məktəbinin yaranması nəzərdə tutuldu. Qəza da inzibati idarə etmə formasıdır. İndi mən sorsam, hərəniz bir rayondansınız. O dövrdə də hərə bir qəza mərkəzindən idi. Bu rayon demirdilər, qəza deyirdilər. Zəngəzur qəzası, Naxçıvan qəzası. Bu qəzadan idi. Hər qəza mərkəzində bir dənə. Deməli, 1830-cu ildə dekabr ayının 30-unda ilk dəfə bizim Məkkəmiz, Mədinəmiz olan Şuşada qəza məktəbi fəaliyyətə başladı. 1831-ci ildə İrəvanda açılmalı idi, açılmadı. Açıldı Nuxada. Sonra açıldı Bakıda, sonra açıldı Gəncədə. 1831-ci ildə İrəvanda məktəbin açılması Zuboyevə tapşırılmışdı. O da Moskvanı qutarıb gəlmişdi. O dövrdə məktəbdə müəllim işləyənlər hamısı hökmən Rus təbəsi olmalı idi, hökmən xristiyan olmalı idi. O məktəbdə nə erməni, nə gürcü, nə Azərbaycan dərs deyə bilməlidir. Ancaq Rus olmalı idi ki, o Rus xarakteri formalaşdırsın. Zuboyev gəlmişdi şəhərin noyabr ayında. Şəhərin başçısı Bebudov şəhərdə yox idi. Onu gözləmək məcburiyyətində qaldı, çünki şagirdləri yığmaq lazımdır, məktəb binası tapmaq lazımdır.
çətinlikdir. Gəldilər, gələndən sonra 1832-ci ilin yanvar ayında bir il sonra məktəb fəaliyyətə başladı. 1831-dən 1836-cı ilə qədər orada Azərbaycanlılar oxumadı. Niyə? Deyirlər ki, bizim uşaqlarımız ermənilərlə, xristiyanlarla bir sinifdə oxuya bilməz. Biz o necə məktəb, orada hökmən Azərbaycan dili tədris olmalıdır, orada şəriət öyrədilməlidir. Azərbaycanlı da dərs deməlidir. Bəli, mütləq belə olmalıdır. Ermənilərin özü də narazı idi məktəb. Ermənilər də deyir ki, bizim uşaqlarımız erməni ruhani məktəbində oxusunlar. 1835-ci ildə Zaqafqaziya məktəblərinin 2-ci nizamnaməsi qəbul edildi. Orada da qəti yazıldı ki, yerli dillər hökmən keçirilməlidir. 1836-cı ildə ondan bir il sonra Mirzə Molla Tağı Mahmudoğlu əslən Dərəçəkdəndir, Dərəçək mahallandı. Onu molla kimi dəvət elədilər. Bunun haqqında rusların bir yazısı var. Çox gözəl onu tərifləyirlər. Deyir, ilk vaxtlar dərsə biraz alışa bilmirdi, qəlyan çəkirdi. Molladır da, qəlyan çəkir. Sonra buna sərbəst adamdır. Sərbəst. Başa salırlar ki, bu 45 dəqiqə var, zəng var, bu mollaxana deyil, sən burada qəlyan çəkə bilməz. Amma erməni keş haqqında yazırlar ki, o yazır ki, Qafqaz Təlim Dairəsinin popiştinə yazır ki, mən bu adamı bir dəfə də ayıq görmədim. Bunu məktəbdən qovmaq lazımdır. Və çalışırlar ki, o erməni oradan qovsa, gedir bir başqası gəlir, ona pis olur. Deməli, o qısa bir vaxtda 1836-cı ildən 1856-cı ilə qədər orada Azərbaycan dilini, fars dilini və şəriəti tədris edilir. Yerli Azərbaycanlılar oraya daxil olması çox böyük köməkliyi olur. Təxminən, deməli, Qəza məktəbi olub, indi siz pedaqoqadan keçirsiniz, 2 sinifli olub, sonra 3 sinifli olub. Deməli, orada haradasa 324 şagird mən hesablamışam, təxminən orada Azərbaycanlı oxuyub. Amma bunun hamısının məzun olması haqqında əlimizdə heç bir fakt yoxdur. Daxil olublar, yaz gəldi, gedir əkinə-piçinə. Qış gələndə, sentyabr gəlib oxuyurlar, biraz əkin, piçin, maldarlıq gələndə çıxıb gedirlər. Evlənir, ayrılır. Hə, belə olub. Məktəbdən ayrılırlar, gedirlər, belə bir vəziyyətdə. Deməli, sonra Azərbaycanlılar başladı ki, bu məktəb bizim ehtiyacımıza uyğun gəlmir. Bizə böyük məktəblər verir. Yəni, yuxarı tip məktəblər verir. Yazışmalar baş verdi və bu davam elədi. 1869-cu ildə həmin məktəbi progimnaziya çevirdilər. O dövrdə artıq bu Tağı Mollaoğlu rəhmətə getmişdi. Mirzə Elxanov orada Azərbaycan dili və şəriət müəllimi idi. Bu orta, deməli, progimnaziya nədir? Tamam orta məktəb. Elə bir ki, 9-dan çıxmırsınız sizindir. Hə, 9-u bitirmişsiniz. Universitetə gedə bilmirsiniz, heç yerə gedə bilmirsiniz. Bir müddətdə burada çalışdılar, çox geniş fəaliyyətlər oldu. Azərbaycanlılar buraya cəlb oldu. Və sonra Azərbaycanlılar bir də başladılar ki, bu bizim ehtiyacımızı ödəmir. Və nəhayət 1881-ci ildə gimnaziya yarandı. Gimnaziya. Bu gimnaziyanın yaranması İrəvanda çox böyük sosial bir pedaqoji hadisədir. Düzdür, Rus fikirləşirdi ki, mən özümə kadr hazırlayıram. Amma bu millətçi adamlar, bir milli insanlar, bizim milli təfəkkür sahibləri, istər ibtidai məktəb olsun, istər gimnaziya olsun, istər seminar, onu öz mənafeyimizə uyğun çevirə bildilər. Bir fakt deyim, 20-ci əsrin əvvəllərində Azərbaycanda üzdə olan insanları sayın. Qor müəllimlər seminariyasını sayın, kimi sayırsa sayda, Məhəmməd Əmir Əsuadə içində olmaq, hamısını sayın, hamısı Rus məktəbini qutarır, elədirmi? Əli bəy Hüseynzadə, Əkinçi qəzetinin redaktoru, Cəlmə və s. hamısı Rus məktəbi oxuyur. Amma onlar Rusça oxusalar da, bu Çar Rusiyasının siyasətini dəyişib millətin milli inkişafının barometrinə çevirə bildilər. Neynədilər? Məsələn, Zərdabinin Əkinçi qəzeti. Neynədilər? Milli ideologiya yaratdılar, milli özünü dərk prosesi gücləndirər, milli mənəvi yaratdılar, qəzet yaratdılar, milli ideologiya, milli partiya 1918-də də milli hökumət yaratdılar. Hamısı Rusça təhsil almışdı, xaricdə təhsil almışdı. Mən, Fərux müəllim, mən özüm də maarifləndirəm sizin danışıqlarınızdan. Çox sağ olun, təşəkkür edirəm. Amma mən bayaqları dedim, bir mühazirə şəklində deyil bizim verilişimiz, bizim tədbirimiz. Mən istəyirəm ki, tələbələrimiz, buracan Fərux müəllim gördünüz, necə maraqlı danışdı. Bir sual varmı? Bir şey, nəysə, sizə qaranlıq qalan bir yer varmı? Onu deyin, soruşun, Fərux müəllim bir daha izah eləsin. Maraqlıdırmı? Qərbi Azərbaycanda təhsil, Qərbi Azərbaycan, Azərbaycanın parçalanmış bir bütövünün bir hissəsidir. Yəni, o hissədə həmişə elə bilirlər, əkinçi, biçinci, maldar, heyvandar, mənəvilim, molla, filan çıxıb. Amma elə deyil, gördünüz Fərux müəllim nələr deyirdi. Bunlar Rusca təhsil alıb, Azərbaycanın milli kimliyinə, milliliyinə xidmət edən insanlardır.
Yəni daha çox təhsil yolunda olan insanlar, təhsili olan, savadı olan adamlar dövlətin də sevir, vətənin də sevir, vətənə xidməti də sevir və bunlar da bax belə insanlardır. Cəmiyyətin, millətin inkişafı təhsildən keçir. Bütün zamanlarda belə olub. Bax, əvvəlcə deyək ki, atalar, analar bu işi görürdü də. Sonra gördü ötəsindən gələn bir verdilər ağsaqqallara, Dədə Qorqudlar meydana gəldi. Sonra gördü bu Dədə Qorqudun da işi deyil də. Xüsusi təhsil müəssisəsi lazım. Çünki cəmiyyətin inkişafının müəyyən bir mərhələsində məktəb meydana gəldi, özündən əvvəlkiləri yazıya aldı və sonra cəmiyyətin inkişafını təkan verici, hərəkət verici qüvvəyə çevirdi. Bunsuz mümkün deyil. Təhsilsiz. Bilirsiniz, bax, bir dünyaya gəlmişik. Hərəmizin bir valideynimiz var. Dünyasını dəyişən Allah rəhmət elə. Biz valideynlərimizə borcluyuq. Ona görə ki, bizi dünyaya gətiriblər. Amma biz bugün burada oturduğumuza görə, siz bugün burada dərs aldığınıza görə müəllimlərinizə borclusunuz. Bizim borcumuz, valideynlər bizə adi həyat verirlər. Biri çobandır, biri sürücüdür, biri falan. Hörmətlə yanaşıram, yanaş. Amma bizə müəllimlərimiz ləyaqətli həyat bəxş eləyib də. Ona görə də müəllimin hörməti valideynin hörmətindən bu mənada nədir? Yüksəkdir. Çünki müəllim millətin ruhunu formalaşdırır. Sokratın sözdür gəlir ki, deyir valideynlərim məni torpağa, dünyaya gətirdi, torpağa ayaq qoydum, amma müəllimlərim mənim ayağımı yerdən göyə qaldırdı, yerdən göyə qaldırdı. İndi baxın müəllimlərin bu ruhun, sənin ruhunu müəllim formalaşdırır. Siz də müəllim olacaqsınız. Məktəb ruh formalaşdırır. Bilirsiniz, bu millətin özü də məktəbə borcludur. Millətin millət olması üçün məktəb lazım. Məktəb olmasa millət formalaşa bilməz. Hardasa bir avulda yaşaya bilər, bir xalq ola bilər. Millətin millət olması üçün, həyat səhnəsinə çıxmaq üçün hökmən olmalıdır. Çünki millət məktəbdə doğulur, məktəbdə də ölür. Deməli, bu gimnaziyanı kimlər bitirdi? 150 nəfərə qədər ali təhsilli var, hələ o birisiləri mən demirəm. Onlar hamısını indi ola bilsin, çoxunu siz tanımırsınız, adlarını çəkməyəcəm. Mən üçünün adını çəkəcəm. Birinci, Əziz Əliyev. Eşitmişsiniz? Cənab Prezidentin babası. Eşitmişsinizmi? İrəvan gimnaziyasını qızıl medalla qutarıb. Kətdən gələn bir uşaq, qızıl medalla, məndə onun rüflik qiymətləri var, o kitabda da mən vermişəm, yazır hamısı 5, 5, 5, o vaxt 5, ən yüksək qiymət 5 idi, sizi kimi balla deyildi. Axırda yazır Zalatoy medal, yəni qızıl medal. Qızıl medal alıb. Sonra o dövrdə, indiki Cənab Prezidentin bir təqaüd proqramı var, xarica getmək üçün. O dövrdə də bir təqaüd proqramı vardı Qafqazda. Qafqazda təqaüd proqramına düşən adamdır. Ki, mənə pul versinlər və bu geçsin Sankt-Peterburqda oxusun. Çox təəssüf ki, 1917-ci hadisələr dəyişdi, o gedə bilmədi. Sonra Hacı Zeynalabdin Tağıyev 300 manat pul verdi, getdi. 300 manat sizə elə belə gəlməsin. O dövr. Deməli, əgər siz İçəri şəhər metrosunun yanında olmuşsunuzsa, orada İqtisadi Universitetinin binası var. Həmən binanın simeta xərci cəmi 300 min rubuldur. Yəni, bu söhbət... İndi bu gün bizə az gəlir. Az gələ bilər. Hacı Zeynalabdin Tağıyev 100 nəfər ki, xaricə göndərirdi, onun hər birinə cəmi 50 rubul vermişdi. 50 rubul. Çox böyük puluydu. Çox böyük xərclədən pul. Və bu deməli, biz dedik Əziz Əliyev. Tibb Universitetinin yaranmasında çox böyük fəaliyyətlər orada çalışıb, elmlər doktorudur, professordur, Dağıstanda Mərkəz Komitənin katibi olub, partiyçisidir, bizim Mərkəz Komitədə ictimai və dövlət xadim və gözəl övladlar dünyaya gətirib ki, və bugün də biz fəxr edirik ki, bizim Cənab Prezidentin babasıdır. Elədirmi? Mustafa Topçubaşov, bəlkə adını eşitmişsiniz. Sovet dövründə elə bir yüksək ad yoxdur ki, onun adının qabağına yazılmasın. Elmlər doktoru, professor, akademik. Millətini sevən böyük bir insan olur. Sosialist deməyə qayıt, tibb adamı, sosialist deməyə. Bakıda ikinci bir sosialist deməyə qayıt, tibb sayesinde. Sosialist deməyə qəhrəmanı Fərrux müəllim verirlər. Əkinçilərə, sağcıları üçün onlara əl çalmaq lazımdır. Böyük ölkədə 3 nəfərə. Amma bu cür elm adamına sosialist deməyə qəhrəmanı vermək, bu onu haqq eləmişdir, qazanmışdır. Yəni o dərəcədə fəaliyyəti var idi ki, o artıq onun danılmazdı ki, verilməli idi. Əhməd Rəcəbli, kənd təsərrüfatı üzrə akademikdir. Yəni akademiklər yetişib. Bu insanlar və digər insanlar. Məsələn, İrəvanın güzəştə gedilməsinə İrəvanın 3 nəfər əleyhinə səs verib. Bizimkilər əleyhinə səs, İrəvanlı deputatlar
etiraz eləyiblər, səs verildi, etiraz eləyiblər ki, qətiyyən İrəvanı vermək olmaz. Çünki Ənvər Paşanın onda bir sözü var ki, ermənilər bir yaradır, bir çibandır, o çibanı dibindən təmizləmək lazımdır. Amma məcburiyyət qarşısına labüd bədbəxtlik adlandırırlar onu. Çünki o İrəvan güzəştə gedildi. Əslində İrəvanlar gümrünün mərkəzi kimi istəyirlər. Talih elə gətirdi ki, onlara burada bir təkcə ruslar yox, Amerikada onu istəyirdi, Fransada onu istəyirdi. Meydan açıldı və onlara bir dövlət yaratdılar. Dəyərli tələbələrimiz, mən Fərux müəllimin söhbətindən doymuram. İstəyirəm günlərlə. Hətta yəni ekranda olduğum Fərux müəllim, mən qarşıda əyləşib qulaq asıram. Tədbirlərdə də bir yerdə oluruq, 20 ildir də bir yerdə fəaliyyət göstəririk. Fərux müəllim çox görkəmli pedaqoqdur. Onu biz demirik, onu özü təsdiq eləyibdir. Suallarınız, sizi maraqlandıran nələrsə var, həm Fərux müəllimdən, həm məndən soruşa bilərsiniz. Çünki vətəni sevmək, vətəni tanımaq lazımdır. Biz Amerika təhsilinə üstünlük verir, Rus təhsilinə biz demirik, bunların hamısına üstünlük vermək olar, inteqrasiya eləmək olar, onlardan nəyisə öyrənmək olar. Amma bəs bizim özümüzdə təhsil necə olub? Olub, mən deyirəm, bizim atalar, babalar, belə deyək. Və bugün özümüz o təhsil, biz necə təhsil ala bilərdik? Əgər bizim babalarımız həmin gimnaziyaları, progimnaziyaları babalarımız bitirməsə, o mühit yaranmasaydı, mən belə bir məlumat da verəm, yəni siz bilirsiniz, 17%. Fərux müəllim, qadınların təhsili çox önəmli idi və mən maraqlı idi mənə ki, böyük generalların, böyük hərbi rütbə daşıyan insanların həyat yoldaşları və ya bacıları və ya anaları, hətta yaşı da ötmüşdü, amma onlar hamısı təhsilə cəlb olunurdu, özləri tərəfindən. Deməli, o vaxt qadınlar üçün Kəngərli Məhəmmədqulu bəy, Hacı Zeynalabdin Tağıyev Azərbaycanın 3-4 imkanlı adamdan biri olub. 1901-ci ildə qızlar məktəbi açdı. Yəqin bunun haqqında məlum. Çox böyük əziyyətlə açıb da. Evini yandırmaq istəyiblər, onun müdafilərini öldürmək istəyiblər. Qızların oxumağı olmazdı. Yəni dinimiz bunu imkan vermirdi. Amma bu çətinliyin içərisində... Quma adam göndərib buradan ki, güya qumdan bir kağız alsınlar ki, qadınlar da oxuya bilər. Fərux müəllim, çox üzr istəyirəm. Əslində onu din xadimləri dırnaq arasında deyirəm, təbliğ eləmişdir. Quranda heç də qızların təhsili qadağandır deyə bir şey yoxdur və qızlar, qadınlar dünyanın yaranmışların ən şərəflisi hesab olunur. Hətta cənnət anaların ayağı altındadır. Hətta qadınlara, qızlara ayrıca bir Nisa surəsi var. Yəni bu o demək deyil ki, Quran bu qızların, qadınların hüquqlarını azaldırdı. Xeyr, onu o din xadimləri yalançı elm adamları da deyə bilərik. Bax, bunlar o fəaliyyət, bəli, bax, ona görə Tağıyevə hücumlar olur. 1901-ci Hacı Zeynalabdin Tağıyev Bakıda açdı o məktəbi, 1917-ci ilə qədər fəaliyyət göstərdi. İrəvanda isə Məmmədqulu Kəngərlinski 1901-ci ilin axırında 1902-də qız məktəbi açdı. Hacı Zeynalabdin Tağıyevin böyük imkanları var idi. Bu isə ayda 5000 rubl pul alırdı, öz pulunu, halal pulunu. 5000 böyük puluydu. O 5000 pula qız məktəbi açmışdı, öz puluna qız məktəbi açmışdı. Sonra Azərbaycanlıları çox ciddi şəkildə müdafiə edildiyini görə ermənilər buna xəbər göndərmişdi, öldürəcəklər. Bu da məcbur oldu ki, qız məktəbini bağladı, Fransaya getsin. Batumda elə poçta onu ermənilər doğradı. Və o dövrdə İsmail bəy Qaziyevin qız nəvəsi Tacı xanım həmən o bayaq dediyiniz o deməli Rus deməli gimnaziyası ki var idi orada, qadın gimnaziyası qızıl medalla qurtarmışdı. 1901-ci ildə Bakıda qızların oxuya bilib bilməyəcəyi mübahisə predmeti idi. Ola bilər, ola bilməz. 1906-cı ildə İsa Sultanın qızı Leyla xanım Şveysariyada həkimlik oxuyanda 4-cü kursda rəhmətə getmişdi. 1911-ci ildə Mir Babayevin iki qızı Kübra, birinin adı Kübra, doğrusunu unuttum, Kübra. Onlar 1911-də oxudular, geri qayıtdılar. Və sonra da ailə həyatı qurdular, onun övladları da elmlər doktoru, professor oldu. Bakıda onda o mühit yox idi. O dövrdə... Amma İrəvanda var idi. Çox milli mühit var. Bir fakta deyim ki, Bakıda o dövrdə 3
gimnaziya fəaliyyət göstərdi, kişi gimnaziyası. Müqəddəs Repsima məktəbi var idi. Var idi, orada var idi. Bəli, Bizimkilər var idi orada və qadınlar orada hətta bağça müəllimliyinə qədər təhsil ala bilirdilər xanımlar. Ya, Rusça oxuyurdular da. Bəli. O çox ziyalı adamlar idi. Deməli, 3 gimnaziyada, Bakıda 3 gimnaziyada cəmi oxuyan Azərbaycanlıların sayı İrəvanda bir gimnaziyada oxuyan Azərbaycanlıların sayından az idi. Görün İrəvanda o Milli mühit hansı səviyyədə? Milli mühit, ədəbi mühit hansı səviyyədə idi? Çox yüksək bir səviyyədə idi, həqiqətən. Kəlbəli xanın, deməli, Ehsan xanın oğlanları biri Kəlbəli xan ayda 200 rubl pul verirdi. Böyük pul idi. Məktəbin fəaliyyəti, məktəbin saxlanması üçün əlavə pul verirdi. Yəni, biz elə böyük bir mədəniyyəti itirmişik. Kökümüzdən ayrı düşmüşük, tariximizdən ayrı düşmüşük. Ona görə biz onların qədrini bilməliyik. Bilirsiniz nətərdir? Tarixi öyrənməsən bu hadisələr sənin başına gələ bilər. Bax, bir fakt deyil, 1918-20-ci ildə bilirsiniz də 50 minə qədər Azərbaycanın qırıldı bu mart qırğınlarında, Qubada, Bakıda, Fulanda, Şamaxıda, Bakıda böyük faciələr törəndi. Onda Azərbaycan, onda bizim o şəhidləri basırdılar indiki şəhidlər xiyabanında və orada bir şəkil var Azərbaycan qəzetində ki, burada məscid tikiləcək. Məscid tikilməlidir. Biz tariximizin o səhifəsini oxumadıq, o məscid orada tikmədik. 90-cı ildə həmən hadisəni tarix bizim başımıza yaşatdı. İndi mən sizə deyirəm, həmən tarixi yadınızda saxlamasanız, həmən hadisə 10 il demirəm, 20 il demirəm, yenə bizim başımıza gələr. Yenə təkrar olunur. Yəni, tarixin təkəri deyirlər, geriyə dönə bilər. Tarix güzgüdür. İrəli inkişaf eləmək istəyirsənsə, tarixini oxu, çıx 12 ilin oradan urağa bax yanında. Mən Fərux müəllimin sözlərinə əlavəm yoxdur. Özünüz görürsünüz ki, hansı səviyyədə sizə məlumatlar verir. Amma mən çox aktiv olmağı çox sevirəm, aktivliyi çox sevirəm və sizə də tələbələrim olaraq tövsiyə edirəm ki, aktiv olmaq lazımdır. Qərbi Azərbaycanın tarixi, coğrafiyası, təhsili, bütün adət-ənənə, folkloru, etnoqrafiyası daxil olmaqla bütün o bir sosial şəbəkələrdə və eyni zamanda müasir dövrdə elə Fərux müəllimin neçə dənə kitabı çıxıbdır və bizim də kim yaxşı sual versə o kitabı hədiyyə eləyəcək. Bəli, indi görün də, yəni bunları oxumaq lazımdır. Bunları oxuyacaqsınız. Təbii biz sonra onu bir monitoring də eləyəcəyik, görək oxudunuz, oxumadınız. Amma bugün bu qədər az qala xeyli vaxt keçir, bir Fərux müəllim bu qədər məlumat verir. Hansı sual yarandı, hansı maraq, nəyi öyrənmək istədiniz? Olar, buyur. Özü də təqdim edin. Süleymanova Sumaya. 3-cü kurs tələbəsi. Mənim İrəvanda bu qədər məktəblər açıldı, elədi, Bakıda da həmçinin. Bəs niyə Azərbaycan digər bölgələrində ziyalılar tərəfindən yox, əhalinin özü tərəfindən yaradılmadı? Əhali özü birləşib yarada bilərdi bu məktəbləri. Əhali birləşsə, yəni ruslar, erməni, onlar əhali birliyi olsaydı, Ruslar onlar bir şey edə bilməzdi axı. Bəs niyə yaradılmadı? Yox, məktəb başqa şeydir. Rusiya indi də bir əhali birləşsən edəcək. O böyük bir imperiya idi. Topu var idi, topxanası var idi. O axırıncı açılımda deyil. Onun topu var idi, topxanası var idi. Böyük dövlətlər də onların arxasındaydı. Onları erməniləri gətirib yerləşdirdi və o vaxtı Türkiyədə də bilirsiniz ki, Andranikin dəstəsi hazır silahlı batalyon Türkiyədən çıxdı, gəldi bu indiki Qərbi Azərbaycana. Orada da cəmaət əli yalın silahsız idi. Böyük faciələr törətdi. Azərbaycan hökuməti zəif idi, gücsüz idi. Tanımırdılar buna, silah vermirdilər. Bizim o qurucu babalarımız var, Cumhuriyyəti qurublar. Biz hər gün onlara başa əməliyik ki, onlar bir şeylərdən, Dağıstandan da bir ay sonra ermənilər qoymurdu, getdilər Versal sülh müqaviləsinə. Orada Azərbaycanı heç olmasa de facto tanıda bildilər. Sovet hökuməti bizi onunla tanıdı. Dağıstan bizdən qabaq getmişdi. Dağıstanı tanımadı, Rusiyanın içində qaldı. Çox çətin idi. Amma məktəblərin açılmasına gələndə 1856-cı ildə 1856-cı ildə, mən o kitabı sana verərəm, oxuyarsan. 1856-cı ildə Qubalıların Çar İmperatora bir məktubu var. Hörmətli Əlahəzrət, biz sizdən şiddətli surətdə arzu edirik ki, bizim də mahalda bir məktəb yaradasınız və məktəbin bütün təminatını, binasını və o yanacağını öz üzərimizə götürür. Elə şeylər var, çoxdur. Azərbaycan ərazisində də var, İrəvanda da var. Amma dövlət məktəbini dövlət açmalı idi. Eyni zamanda bugün bizim qarşımızda duran ən mühüm məsələ Azərbaycanın məhz bu bölgəsində, Qərbi Azərbaycanda olan ədəbi mühit
təhsil mühiti necə idi? Problem oradadır. Yəni biz ola bilər ki, özümüzü dünyaya yaxşı tanıtmamışıq. O cür Fərrux müəllim adlarını sadalayır, böyük insanları biz tanıtmamışıq. Və bu tanıtmamaq onların gördüyü işləri də kölgədə qoyubdur. Amma bəli, təbii Şamaxıda, Qubada, digər Azərbaycan bölgələrində zaman-zaman vaxtı gəldi, açıldı. Amma İrəvan mərkəzi şəhər idi. Həm də bizim indi bu gün necə deyərlər, yaralı yerimizdir. Bizim işğalda olan torpaqlarımızda məhz ona görə ora fokuslanırıq. Yoxsa ümumi Azərbaycanda həm də Fərrux müəllim dedi də, axı gərək dövlətin gücü olsun, ordusu olsun, xəzinəsi güclü olsun ki, bunu da, onu da edə bilsin. Bir Tağıyevin pulu vardı, o da eləyirdi də. Nə vardı, eləyirdi, nə bacardı. Bütün qonaqlar onun evində qarşılayır. Hökumət təzə qurulmuşdu. Məsələn, Nəriman Nərimanovu o oxutmuşdu Odessada. Yəni, bu Azərbaycan xalqının canında olub, mədrəsə təhsili görüblər. Amma məhz bugün bizim üçün Qərbi Azərbaycan bölgəsi və İrəvan məxsusən maraqlı, çox maraqlı və çox problemli bir söhbət olduğu üçün biz İrəvanda təhsildən, Qərbi Azərbaycanda təhsildən danışıq. Daha başqa sualı olan varsa buyursun. Buyur qızım. Mən Ərş Öysənova 3-cü kurs tələbəsi. Tarixən Qərbi Azərbaycanda Azərbaycan əhalisi daha çox hansı ərazilərdə məskən salmışdır? Qızım, Qərbi Azərbaycan ərazisi deyirsə, bütün Azərbaycanlılar olub orada. 22 mahalda. Bütün ənləri bizim hörmətli Əziz müəllim, o üç kilsə deyirlər, ilk dəfə onlar onu alıblar. Bizim babalarımız o kilsə ki var, onu pulla satıblar ermənilərə. Bir nəfər də erməni olmuyor orada. İndi biz sübut eləyəndə ki, siz burada olmamışsınız, gəlmişsiniz. İndi başlayıblar ki, biz eradan əvvəl burada yaşamışıq, getmişik, təzdən qayıdıb gəl. İndi onu sübut eləməyə çalışırıq. Amma əslində qalsa Fərrux müəllim çox maraqlı söhbət idi. Mənə də maraqlı idi. Başqa yerdən, məsələn, Türkiyədən, İrandan, nə bilim, Suriyadan gələn erməni gəlir, pul verir. 3 kilsə, 3 müəzzin də amma. 3 müəzzin. 3 müəzzin. Orada kiçik bir torpaq sahəsi indi alıb evzat deymirlər cəmaət. Elə bir kiçik sahə alır, özü üçün yaşayır. Bir ermənini də çağırır, o da bir hissəni alır. Bir varlı ermənini də çağırır, o da bir də görürlər kəndin hamısı satılıbdır demək olar ki. Və axı torpağı satan insan bilmirdi ki, onların məqsədi, niyyəti nədir. Və beləliklə Ermənistan yaranıbdır. Yoxsa orada erməni olmuyor. Bir nəfər də olmuyor. Əslində bu ərazilər ki var, Türkiyə ilə bizim ərazimiz, bilirsiniz, tarixdə ən çox Ruslar Türkiyə ilə müharibəsi olub da. Tarixdə görə Rus-Türk müharibəsi. Orada əslində 80-90 min Rus kazakı yerləşdirilməli idi orada, Don kazakı. Sonra Çar hökuməti fikrini dəyişdi, erməniləri getdi orada bir bufer zona yaratdı ki, bunların arasını kəssin. Çox maraqlı bir faktdır ki, ermənilərin xisləti ümumi, alimləri daxil. Elə bir xislətləri var ki, onlar özlərinin alacağı uğrunda hər şeyi qurban verərlər. Namus, qeyrət, həqiqət, vicdan filan, heç də dinini belə qurban verə bilərlər. Verdilər də və Rus hökumətinin bir necə əlaltısı olaraq Türkiyəni, Azərbaycanı ayırmaq üçün belə bir torpaq sahəsində yerləşdirirlər. Onlar çoxdular, az deyirlər. Təkcə ilə 87-ci ildə 350 mindən çox hələ rəsmi siyahıda olan Azərbaycanlı köçürüldü. Mən bayaq dedim, 200 il ərzində gör nə qədər Azərbaycanlı köçürülübdü oradan. Və ona görə Fərrux müəllim dedi, bir dərindən araşdırsaq, Salyanda, Sabirabadda, Xocalıda, Qarabağın bütün ərazilərində, Bakıda, xüsusən Naxçıvanda, xüsusən Gəncədə saysız miqdarda Qərbi Azərbaycanlılar var. Onların da hamısı 200 ildə mühacirət eləyib gələnlərdir. Mühacirət eləmək deyəndə öz xoşlarına gəlməyiblər də, məcburi çıxarıb. 22 mahal və İrəvan. Hamısı Azərbaycan. Təkcə 28-ci ildə indi ilkin hesablamalara görə 75 min adam İrana və Türkiyəyə gediblər. Çünki onlar Çar hökumətinə qarşı vuruşurlar. Çar da gəldi, oturdu orada. Onlar bilirdilər ki, onları asma gözləyir də. Ona görə də çıxdılar, getdilər. 1910-cu ildə Nikolay Şavrovun kitabı var. Ermənilərin köçürülməsinə bağlı yazır ki, hazırda bu ərazidə 1 milyon 300 min erməni yaşayır. Onun 1 milyonu biz köçürmüşük. Təsəvvür edirsinizmi? O gün Nazim Mustafa'nın bir kitabı var, siz də oradaydınız. Onun
təqdimatında çox maraqlı bir fakt var idi. Lazarev adlı bir erməni keşişi belə deyək də, onlarda din onsuz da dövlətə xidmət eləyir. Səslənir 1828-ci ey ermənilər, köçün, sizə yeni vətən və yeni təminat verəcəklər. Təsəvvür edirsinizmi? Bu bir alimin çağırışıdır, bu bir din xadiminin çağırışıdır. Ermənilərin vətəni yox idi. İndi Paşinyan haqqında, Nikol Paşinyan haqqında bəzi belə məlumatlar verirlər, gülməli kimi. O özü deyir ki, bizdə vətən xaini olmur ki, bizdə vətən yoxdur ki, xaini də olan. Doğru, siz dəldən doğru xəbər sözünü bilirsiniz də. Yəni doğru, tamamilə doğrudur. Vətən yoxdur ki, o xaini də olan. Vətən Azərbaycan torpaqlarıdır. Kiçik bir ərazidə erməni vilayəti döndü oldu Ermənistan. Hərçənd ki, onlar hər yer özlərini vətən sayırlar. Fransanın Marselindən tutmuş, Amerikanın ştatlarına və ya dünyanın hər yerinə o qaraçılar kimi səpələniblər və bura mənimdir deyə iddiaları. Allah rəhmət etsin Hüseyn Əhmədova. Böyük alim idi, bizim universitetin alimi idi. Fərux müəllimin də elmi rəhbəri idi. Bir dəfə biz uzaq bir Avropa şəhərlərinin birində istirahət edirdik. Hüseyn müəllim onda biraz çətin yeriyirdi. Gəlib keçəndə bir parkda ermənilər oturub deyib, gülür, danışır, nə bilim, qahqah çəkir, öz xislətlərinə uyğun. Mədəni səviyyələri yoxdur ki, cəmiyyət içində insan özünü o cür aparmamalıdır. Aparmağa haqqı yoxdur, cəmaatı narahat edilməz. Hüseyn müəllim dedi, Mahirə, qızım, bax bunlar biraz keçsin deyəcəklər, bura bizim dədə-babası, onu müzakirə eləyirlər. Bu millət belə bir millətdir. Zaman-zaman həmişə biz sizin gördünüz, maariflənməyinizə ehtiyac var, özünüz gördünüz ki, var və mən sizdən, hansı qrupdur? Xahiş eləyəcəm ki, hər kəs öz evində nənə babasının, ata babasının əslən hardan gəldiyini, harda məskunlaşdığını, bizə bölgənin biz ziyalıyıq, əsla fərqi yoxdur. Zəngilanlı da ola bilərsən, Bakılı da ola bilərsən, Şəkili də ola bilərsən. Amma babalarımızı tanıyaq. Onların kökünü tanıyaq, məkanlarını tanıyaq və biz bir daha bu söhbətə qayıdacağıq. İndi isə Fərux müəllim sizə və Monitoring TV-nin izləyicilərinə öz təşəkkürümü bildirirəm, minnətdarlıq edirəm. Bizi səbirlə hər dəfə gözləyin və diqqətlə izləyin. Biz sizə bilmədiklərinizdən danışacağıq. Bir daha təşəkkür edirəm. Çox sağ olun, minnətdaram, minnətdaram. Çox sağ olun. Mən bir də demək istəyirəm ki, biz də, Qərbi Azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Və gün gələcək və Qərbi Azərbaycanda da biz belə gözəl məclis keçirdəcəyik və bu günü xatırlayacağıq.